Son illərdə İran 9 atom bombası üçün kifayət qədər zənginləşdirilmiş uran istehsal edib. Bu fikirləri yüksələn Aslan hərbi əməliyyatı ilə bağlı açıqlama verən İsrailin baş naziri Benyamin Netanyahu səsləndirib. 10 illiklərdir ki, Tehran həyasızcasına İsraili məhv etmək barədə çağırışlar edir. Onlar soyqırım ritorikasını nüvə silahı hazırlamaq proqramı ilə dəstəkləyiblər. Son illərdə İran 9 atom bombası üçün kifayət qədər zənginləşdirilmiş uran istehsal edib. 9. Bu addımlar dayandırılmasa, İran çox qısa müddətdə nüvə silahı istehsal edə bilər. İranın uranın zənginləşdirilməsi proqramının ürəyinə zərbə vurduqlarını deyən Netanyahu əlavə edib ki, İsrail İranın ballistik raket proqramının da mərkəzinə zərbə indirib. Bu isə 2024-cü ildə Tehranın İsrailə 300 ballistik raket atmasına cavab olaraq qiymətləndirilir. Cəsur İran xalqına bir mesajım var. Mübarizəmiz sizlə deyil. Bizim mübarizəmiz 46 ildir sizə zülm edən qəddar diktatura inandı. İnanıram ki, sənin qurtuluş günün yaxındır. Və belə olanda iki qədim xalqımız arasında böyük dostluq bir daha çiçəklənəcək. Mən sivil dünyanı əmin etmək istəyirəm ki, İranın təhlükəli silah əldə etməsinə imkan verməyəcəyik. Qeyd edək ki, İsraildə ümumilli fövqəladə vəziyyət elan edilib. Hücumdan sonra həm İsrail, həm də İran hava məkanını bağlayıb.